Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Ölkədə bitki sağlamlığının təmin edilməsi üçün yeni hüquqi baza, bitki sağlamlığı haqqında qanun layihəsi hansı zərurətdən hazırlandı və yeniliklər nədən ibarətdir? Agentliyin yoxlama nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkarlanan müəssisələrlə bağlı hansı tədbirlər görüldü? Bəs idxal zamanı hansı qida məhsullarında uyğunsuzluqlar müəyyən edildi? Yazda piknik sevənlər üçün piknik zamanı hansı qidalanma qaydalarına riayət etməliyik ki, sağlamlığımızı riskə atmayaq? Bugün bitki sağlamlığı haqqında yeni qanun layihəsi barədə müzakirəmiz olacaq. Amma əvvəlcə gəlin ötən həftə qida sahəsinə baş verən əsas xəbərlərlə tanış olaq. Son illərin statistik təhlilinə əsasən ölkəmizdə qida zəhərlənmələrinin 75%-i məişət zəminində baş verir. Qida zəhərlənmələri bakteriyalar və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəliklərdir. Qida zəhərlənmələri bütün fəsillərdə baş verə bilər, lakin yazda və yayda havanın isti olması ilə əlaqədar bu hallara daha tez-tez rast gəlinir. Qida mənşəli xəstəliklərə hər kəs yoluxa bilər, ancaq bəzi insanlar bu xəstəliklərə daha həssasdır. Bunlara uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar aiddir. Qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş, habelə aşkar dağılma, çürümə əlamətləri olan qidaları qəbul etməmək lazımdır. Həmçinin qaynadılmamış süd və süd məhsullarından və qutusu zərər görmüş və ya qapağı boşalmış, qabı şişmiş konserv məhsullarını istifadə etməmək məsləhətdir. Bunlarla yanaşı meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra istifadə etmək tövsiyə olunur. Qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan məhsulları uyğun müddətdə və temperaturda bişirmək və yeməklərinizi günlük olaraq hazırlamaq. Artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək lazımdır. Mütəxəssislər tövsiyə edir ki, yeməkləri hazırlayarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq da mütləqdir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni hazırlanan bitki sağlamlığı haqqında qanun layihəsinin ictimai müzakirəsi davam edir. Bu çərçivədə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının, həmçinin Azərbaycan Meyvə Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirə təşkil edilib. Müzakirə zamanı agentliyin rəsmisi Elxan Mikailov yeni qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığı təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Sahibkarlar tərəfindən maraqlı təkliflər bildirildi. Qanun layihəsində nəzərdə tutulan yeniliklər, sahibkarlar üçün aparılan, sahibkarların xeyrinə həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verildi və eyni müzakirələri biz bitkicilik sektorunda olan digər assosiasiyalarla da müzakirə etməyi düşünürük. Həm dövlət qurumlarının rəyləri, həm assosiasiyaların təklifləri əsasında qanun layihəsinə müvafiq dəyişikliklər edilərək yenidən aidiyyatı tərəflərə təqdim olunacaq. Sahibkarlar qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Yani bugün biz sahipkarlar olarak devletten talebimiz olan bazı hususlar konusunda yeni kanun layihesi çerçevesinde görüşler geçirildi. Burada bizim özellikle hem ithalcı hem de istihsalcı grubun temsilen bazı konulara değindik. Pestisitlerin ve gübrelerin saklanılması şeraitleriyle bağlı informasyonlar verildi. Biz de o konuda kendi görüşlerimizi akta numayendelerine aktardık. Sağ olsunlar o konuda da bizim görüşlerimizi değerlendirdiklerini bildirdiler. Görüşlərdə sahibkarların yeni qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.
Qarayara heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsilə yoluxur. Xəstəliyin əsas əlamətləri sırasında heyvanın qəfil yıxılması, ağız və burun dəliklərindən axan qanlı köpüyü misal göstərmək olar. Bir neçə dəqiqə ərzində isə ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yol verilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilir. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Malqaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövrü peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri Xaqani küçəsində fəaliyyət göstərən topdan satış mağazasında yoxlama keçirib. Baxış zamanı ictimai yaşayış obyektində saxta spirtli içkilər aşkarlanıb. Həmin saxtalıq əlamətləri spirtli içkilərin də üzərində heç bir istehsalçının göstərilməməsi, o cümlədən onun üzərində heç bir böyüyünün qeyd olunmaması, həmçinin dolumunda müxtəlif fərqlərin olması ilə müşahidə olunmuşdur. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir. Hörmətli tamaşaçılar, bugün Realda qida verilişində biz yeni bitki sağlamlığı haqqında qanun layihəsindən danışırıq. Qonağım Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi Elxan müəllim Mikayılovdur. Salam verirəm sizə, xoş gəldiniz. Salam, xoş gördük. Təşəkkür edirəm Elxan müəllim, gəlmişsiniz studiyaya, suallarınızı cavablandıracaqsınız. Və ilk sualım belə olacaq ki, ümumiyyətlə bitki sağlamlığı haqqında yeni qanun layihəsinin hazırlanmasına zərurət nədən yarandı və bu layihə hazırlanarkən hansı beynəlxalq təcrübədən istifadə olundu və əsas məqsəd nə idi? Təşəkkür edirəm. Mən bilirsiniz ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı dinamikası son illər artmağa doğru gedir və xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracı həm coğrafi baxımdan şaxələnir, həm də çeşid baxımından şaxələnməyə doğru gedir. Bununla yanaşı kənd təsərrüfatı sahəsində zərərli orqanizmlərin yayılması dinamikası dünyada artmağa doğru gedir. Dünyada baş verən iqlim dəyişiklikləri, təbii amillər, zərərli orqanizmlərin yayılmasına təkan verir və digər tərəfdən ölkələr arasındakı xarici ticarət əlaqələrinin genişlənməsi, məhsulların ixracının artması zərərli orqanizmlərin bir ölkədən digər ölkəyə sirayətlənməsinə şərait yaradır. Ona görə son məhsulların ixrac imkanlarının artırılması və eyni zamanda ölkəmizin zərərli orqanizmlərdən qorunması üçün daha təkmil tənzimləmə mexanizmlərinin formalaşdırılması məqsədi ilə yeni bitki sağlamlığı haqqında qanun hazırlanmışdır. Qanun layihəsi hazırlanarkən ilk növbədə bitkiçilik təsərrüfatlarının zərərli orqanizmlərlə mübarizə üsullarının, mübarizə imkanlarının artırılmasına yönələn müxtəlif tənzimləmələr nəzərdə tutulmuşdur. Eyni zamanda həm də bitkiçilik sahəsində daha əlverişli biznes mühitin formalaşdırılması hədəflənmişdir. Belə ki, bizim qarşımızda əsasən iki çağırış mövcuddur ki, biri bundan ibarət ki, ölkə zərərli orqanizmlərin yayılması və bunun nəticəsində kənd təsərrüfatına dəyən zərərin qarşısının alınması ilə bağlı yeni çağırışlarla üzləşir. Belə ki, əkin səpin materialları, bitkiçilik məhsullarının beynəlxalq ticarəti ölkəyə yeni virusların, bakteriyaların, müxtəlif zərərli orqanizmlərin daxil olmasına şərait yaradır. Digər tərəfdən isə sahibkarlıq inkişafı üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Ona görə bu iki nüansın, balansın formalaşdırmaqla yeni qanun layihəsi hazırlanmışdır və məqsəd ondan ibarətdir ki, həm kənd təsərrüfatı sahəsində daha əlverişli fəaliyyət üçün şərait yaradılsın, eyni zamanda fermerlərin zərərli orqanizmlərlə mübarizə
potensialı artırılsın və qabaqcıl təsərrüfatçılıq fəaliyyəti üçün hüquqi əsaslar yaradılsın. Çünki bizim bəzən xüsusilə də ailə kəndli təsərrüfatlarında bitkiçilik məhsullarının əkini və istehlaka təqdim olunmasına qədər onlara hər hansı bir aqrotexniki qulluq şərtlərinə bəzən riayət edilmədən sadəcə məhsulun əkilməsi, suvarılması və istehlaka hazır olduqda istehlaka təqdim edilməsi həyata keçirir. Ancaq dövr dəyişdikcə həm xəstəliklərin zərərvericilərin yayılması, həm idxalçı ölkələrin tələblərinin bu istiqamətdə sərtləşməsi bizi vadar edir ki, biz bu sahədə daha təkmil və optimal tənzimləmə mexanizmləri formalaşdıraq və qanun da buna hədəflənir və qanunun hazırlanmasında əsasən kənd təsərrüfatı inkişaf edən, kənd təsərrüfatı sahəsi inkişaf edən ölkələrin hüquqi çərçivələri və beynəlxalq ticarət qaydaları, bu Dünya Ticarət Təşkilatının və digər beynəlxalq təşkilatların bu sahədəki sazişləri, konvensiyalara əsas götürülmüşdür. Elxan müəllim, biz bilirik ki, qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikası qanununda qida təhlükəsizliyi reyestri var idi. Yaradıldı, tətbiqi hazırda da davam etdirilir və yeni layihədə də bitki sağlamlığı reyestri yaradılacaq. Bilmək istəyirik ki, bax, bu reyestrin yaradılması həm qanun icrası baxımından, həm nəzarət mexanizminin icrası baxımından hansı əhəmiyyətə malik olacaq? Bəli, əsas bitkiçilik təsərrüfatlarına nəzarətin ilkin mərhələsi təbii ki, onların çotundan başlayır. Yəni, təsərrüfatlar haqqında məlumatın vahid bir bazada, vahid bir reyestrdə formalaşdırılması zəruridir. Bu, bizə və fermerlərə imkan verəcək ki, qida təhlükəsizliyi sahəsində müxtəlif icazə sənədlərinin, nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı onlar haqqında daha dolğun, daha ətraflı məlumata malik olaq və nəzarətin daha çox risk əsaslı nəzarət formasında aparılmasına nail olaq. Qeyd etdiyiniz kimi, qida məhsulları istehsal edən bitkiçilik təsərrüfatları onsuz da mövcud qida təhlükəsizliyi haqqında qanuna görə qida təhlükəsizliyi reyestrinə düşməlidirlər. Yeni qanun qida təhlükəsizliyi tələbləri ilə yanaşı, bitkiçilik sahəsində zərərli orqanizmlə mübarizəyə imkan verən müxtəlif məlumatların da qeydiyyat zamanı daxil edilməsi tələbini irəli sürür. Bu halda təkrarçılığa yol verilmir. Yəni, qanun bildirir ki, əgər subyekt qida təhlükəsizliyi reyestrinə düşübsə, artıq onun əlavə olaraq bitki sağlamlığı reyestrinə düşməsi tələb olunmur. Sadəcə, reyestrə düşən məlumatların əhatə dairəsi genişləndiriləcək. Eyni zamanda bilirsiniz ki, fitosanitar nəzarətin məqsədi sadəcə qida məhsulları deyil. Fitosanitar nəzarətin məqsədi bitkiçilik məhsullarında zərərli orqanizmlərin yayılması hallarının qarşısının alınmasıdır. Bitkiçilik məhsullarının siyasətində isə qeyri-qida məhsulları da mövcuddur. Bura əsasən biz şamil eləyə bilər əkin səpin materiallarının istehsal sahələrini, taxta şalban istehsalı müəssisələrini, ağac qablaşdırma materiallarının istehsalı müəssisələrini, o cümlədən də aqrokimyəvi maddələrin, pestisitlərin istehsalı, emalı, saxlanması və dövriyyəsi ilə məşğul olan obyektlər. Bitki sağlamlığı reyestrinin yaradılması imkan verəcək ki, bu adın çəkdiyimiz subyektlərin də bitki sağlamlığı baxımından qeydiyyata alınması və onların fəaliyyətinin nəzarət həyata keçirilə bilsin. Nəzarəti icra edən qurum var, Qida Təhlükəsizliyi Agentliyi. Bəs daxili nəzarət nədir? Ümumiyyətlə, daxili nəzarət sisteminə malik olması bu qida bitkiçilik, daha doğrusu subyektlərinə nəyə qazandıracaq? Eyni zamanda izləmə sistemi barədə istəyərəm ki, məlumat verəsiniz. Bəli, burada əsas məsələ ondan ibarətdir ki, əvvəldə də qeyd elədik ki, bitkiçilik məhsullarının ixracında biz idxalçı ölkələrin yeni tələbləri və yeni çağırışları ilə qarşılaşırıq. Və bu, onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının ixracında daha peşəkar təsərrüfatçılıq ənənələri olan təsərrüfatların məhsulları ixrac edilməlidir. Çünki fitosanitar nəzarətin tələb etdiyi belə deyək, sistemin formalaşdırılması, həmin o zərərli orqanizmlərə dair davamlı müşahidələrin aparılması, feromon tələlərinin asılması, aşkarlandığı halda çevik reaksiya sisteminin qurulması, aşkarlanan zərərli orqanizmlər və aparılan mübarizə tədbirləri haqqında
uçot sisteminin olması və bu uçota dair məlumatların nəzarət orqanı tərəfindən tələb edildiyi halda təqdim edilməsi, bütün bunlar tələb edir ki, kənd təsərrüfatı sahəsində fermerlərimizin, sahibkarların təsərrüfatçılıq qabiliyyətlərinin müasir tələblərə uyğunlaşdırılması həyata keçirilsin. Ona görə də yeni qanunu da ölkəmizdə ilk dəfə yeni tələb formalaşdırılıb və tətbiq edilməsi nəzərdə tutulur ki, bitkiçilik müəyyən hektarlardan yuxarı olan, təbii ki, bitkiçilik təsərrüfatları özlərində bitki sağlamlığına cavabdeh şəxslərə saxlamalı, o şəxslərə malik olmalıdırlar və həmin şəxslər tərəfindən bitki sağlamlığına daxili nəzarət sistemi formalaşdırılmalıdır. Yəni, biz bəzən, məsələn, təsərrüfatlarda, məhsullarında, partiyalarında hansısa zərərli orqanizmlər aşkarlayırıq, ancaq bunu geri sayımla həmin təsərrüfatda bu nə vaxt aşkarlanıb, bununla bağlı hansı mübarizə tədbirləri həyata keçirilib, hansı pestisitlərdən, gübrələrdən istifadə edilib, bu haqda məlumatlar əldə edə bilmirik. Bu isə Azərbaycandan məhsulların ixracına və ixalçı ölkələrin tələblərinin yerinə yetirməsinə çətinlik yaradır. Odur ki, bu tələb icra edilməsi bizə imkan verəcək ki, təsərrüfatlar haqqında daha dolğun bir növ təsərrüfat daxili prosesin izlənilməsi və vaxtında aşkarlanan zərərli orqanizmlərə vaxtında müdaxilənin həyata keçirilməsinə imkan verəcək. Siz dediniz, bu sistemin tətbiqi ixrac potensialına təsir edəcək. Ümumiyyətlə götürdükdə bitki sağlamlığı haqqında yeni qanun layihəsi Azərbaycanın ixrac potensialı bitkiçilik məhsullarının xarici ölkələrə idxalına necə təsir göstərir? Bəli, əsas qanunun strateji hədəflərindən biri ilk növbədə ölkədə zərərli orqanizmlərin qarşısının alınmasıdırsa, ikinci növbədə Azərbaycan Respublikasının bitkiçilik məhsullarının daha rahat və daha geniş coğrafiya ixracına şərait yaratmaqdan ibarətdir. Bununla bağlı qanunda müxtəlif alətlər formalaşdırılıb. Alətlərdən biri zərərli orqanizmlərdən azad istehsal yerlərinin, azad istehsal zonalarının yaradılması və azad təsərrüfatların yaradılmasıdır. Bu, bilirsiniz ki, qeyd etdiyimiz kimi zərərli orqanizmlər sürətlə yayılır. Tək ölkəmizdə deyil, regionda, coğrafi olaraq müxtəlif iqlim amillərinin yol verdiyi zərərli orqanizmlərin yayılması baş verir və bununla da mübarizə tədbirləri aparılır. Ancaq bunun təsərrüfat daxilində idarə etmək mümkündür. Həmin təsərrüfatları zərərli orqanizmlərdən azad vəziyyətə gətirmək mümkündür. Ona görə yeni qanun beynəlxalq standartlara uyğun olaraq zərərli orqanizmlərin azad təsərrüfatlar formalaşdıracaq ki, bu həmin təsərrüfatlardan bitkiçilik məhsullarının dünyanın istənilən ölkəsinə həm ixracı zamanı, həm idxalı zamanı daha az müayinələrə cəlb etməklə və daha asan idxal və ixrac prosedurlarına cəlb etməklə ixracına şərait yaradacaq. İkinci vacib məsələ biz artıq qeyd elədiyimiz həmin o daxili nəzarət sistemi. Üçüncü vacib məsələ pestisitlərin istifadəsinə daha məsuliyyətli yanaşma və pestisitlərin istifadəsinə dair məlumatların çoxunun düzgün aparılmasıdır. Çünki dünyada bir tərəfdən zərərli orqanizmlər artır, hörmətli kiməm, və bununla təsərrüfatlar qarşısında bununla mübarizə çağırışları güclənir və hətta kiçik təsərrüfatlar belə zərərli orqanizmlə mübarizə aparmaq zərurəti ilə qarşılaşırlar. Amma bu özü ilə artıq ikinci başqa bir problem gətirir. Biz mütəmadi olaraq cəmiyyətdə də bu problemlə bağlı narahatçılıq qeyd edirik, hiss edirik. Bu, bitkiçilik məhsullarında pestisitlərin qalıq miqdarının, kimyəvi maddələrin qalıq miqdarının normadan artıq olması və artıq insan sağlamlığına ziyanlı olması ilə bağlıdır. Ona görə də yeni qanun həm də bitkiçilik təsərrüfatlarında pestisit qalığına nəzarətlə bağlı yeni alətlər formalaşdırır ki, bu imkan verəcək ki, həmin nəzarət tədbirlərinin aparılması hesabına məhsullarda pestisit qalığı normadan artıq olmasın və həmin məhsullar həm daxili bazarda, həm də ixrac bazarlarında daha rahat realizasiya edilə bilsin. Yeri gəlmişkən, İlham müəllim, bəs elə o dediyiniz bitki mühafizə vasitələri, aqrokimyəvi maddələr, bax onların qeydiyyatı ilə bağlı hansı daha yeniliklər var? İstərdik ki, bu barədə məlumat verəsiniz. Elə sahibkarlarımız da bizim verilişi izləyir, məlumatlı olsunlar. Qeyd etdiyim kimi, yəni bizim əsas hədəf ondan ibarətdir ki, pestisitlər istifadə etməklə və gübrələrdən istifadə etməklə fermerlər daha yüksək məhsuldarlığa nail olmalıdırlar. Və bunun üçün dövlət elə bir şərait yaratmalıdır ki, bu pestisitlərin, gübrələrin həm effektivliyi təmin olunsun, həm təhlükəsizliyi təmin olunsun. Digər tərəfdən, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün də əlverişli biznes mühit formalaşdırsın, əlverişli iş şəraiti yaradırsın. Ona görə də burada bu iki tərəfin, yəni bir tərəfdən bunlardan istifadənin
biz ona məsuliyyətli istifadə deyirik, məsuliyyətli istifadə səviyyəsinə çatdırılması. Digər tərəfdən bunların təhlükəsizliyi və məhsullarda qalıq miqdarının qarşısının alınması ilə bağlı müxtəlif müddəalar nəzərdə tutulur. Qeydiyyatı ilə bağlı onu bildirim ki, bir sıra yeniliklər mövcuddur. Biz yeni qanunda pestisidlərlə gübrələrin qeydiyyatını bir-birindən ayırırıq və pestisidlərin qeydiyyatı xüsusi hallarda istehsal sınağı olmadan, digər hallarda isə istehsal sınağına cəlb etməklə həyata keçiriləcək. Ancaq gübrələrdə isə yalnız partlayıcı effektə malik olan və mikrobioloji gübrələrdə sınaq, biz istehsal sınağı dediyimiz sınaq həyata keçiriləcək. Digər hallarda isə sənəd ekspertizası və məhsulun keyfiyyət və təhlükəsizlik analizinin aparılmaqla məhsulun qeydiyyatı həyata keçiriləcək. Bu isə həm qeydiyyat müddətini xeyli azaldacaq, yəni yeni qanuna görə gübrələr 3 ay müddətinə qeydiyyata alına biləcək, mövcud qanunvericiliyə görə bu müddət 2 ilə qədər uzana bilərdi. Eyni zamanda pestisidlərin qeydiyyatında da əgər xüsusi hallarda xarici qeydiyyatın nəticələri tanındığı halda onların da qeydiyyatını qısa müddətdə həyata keçirmək mümkün olacaq. Amma digər tərəfdən də həm istehsal müəssisələrində, həm saxlama və satış müəssisələrində pestisidə nəzarətin yeni tələbləri formalaşdırılıb qanunvericilikdə. Çünki dünyada yeni çağırışlardan biri kimyəvi maddələrin istifadəsinin artması və bunun biomüxtəlifliyə, insan sağlamlığına, heyvan sağlamlığına yaratdığı təhdidlərdir, yeni çağırışlardır. Ona görə bu mənada qanun boyu siz əgər diqqət etsəz görərsiniz ki, orada bir sıra tələblər qoyulub ki, məsələn onlardan biri xüsusilə biz qeyd edə bilərik, inteqril mübarizə üsullarından istifadədir. Bəli, elə bir anlayış da var. İstərdik ki, bu Bəli, yəni ki, bu tələb ondan ibarətdir ki, pestisidlərdən istifadə son çarə olmalıdır. Təəssüflə bildirməliyik ki, bəzən istehsalçılar pestisidlərdən zərərli orqanizm aşkarlanan kimi dərhal birinci seçim kimi istifadə edirlər və bu da illər üzrə statistikaya fikir versək, ölkəmizdə pestisidlərin idxalını və dövriyyəsini artırır. Tövsiyə nədir? Tövsiyə ondan ibarətdir ki, yeni qanun bildirir ki, pestisidlərə qədər mütləq şəkildə fermerlər üzərində tələb qoyulur ki, bioloji üsullardan istifadə olunmalıdır. Zərərli orqanizmlərə dayanıqlı toxum sortlarından istifadəyə üstünlük verilməlidir. Növbəli əkin prinsipinə riayət edilməlidir və bütün bunlar effekt vermədiyi halda onda kimyəvi üsullardan onların istifadə reglamentlərinə uyğun istifadə edilə bilər. Maraqlı bir misal bildirək, hörmətli İlkin müəllim. Bizim bəzi hallarda biz müxtəlif tərəvəzlərdə zərərli orqanizmləri aşkarlayırıq və məsələn kartofda müəyyən bakteriyalar aşkarlayırıq və istehsalçılara tələb qoyulur ki, bir müddət həmin torpaq sahəsində kartof əvəzinə misal üçün deyək, lobiya əkilməlidir, xiyar əkilməlidir və digər dənli bitkilər əkilməlidir ki, həmin bakteriya, həmin belə deyək ki, bitkilərdən qidalana bilmədiyinə görə avtomatik bir müddət sonra həmin torpaqdan özü məhv olub gedəcək. Ancaq təəssüflə bildirək ki, davamlı olaraq bizim təsərrüfatlar yenə də həmin ərazidə kartof əkməkdə maraqlı olurlar. İndi biz başa düşürük ki, bu onun təsərrüfatçılıq ənənələrindən irəli gələn bir amildir. Ancaq nəticə etibarından biz həmin torpağın, həmin mühitin, həmin qeyd edilən zərərli orqanizmlər çirklənməsinə səbəb oluruq. Ona görə də bu növbəli əkin prinsiplərinə də məhz yeni qanunda üstünlük verilməsi şərt kimi, tələb kimi irəli sürülür. Qanunda belə bir anlayış da var, peşəkar və qeyri-peşəkar istifadəçilər. Bu anlayış nəyə etibar edir? Bəli, pestisidlərdə bugünkü qanunvericiliyə görə İlkin müəllim belə bir bölgü yoxdur. Hal-hazırda pestisidi istənilən şəxs alıb istifadə edə bilir. Bu isə bəzən zəhərlənmə hallarına, qeyri-peşəkar istifadəyə, həddən artıq istifadəyə və digər problemlərə yol açır. Ona görə yeni qanun layihəsi bildirir ki, pestisid qeydiyyata alınarkən o əgər yüksək riskli, orta və aşağı riskli pestisidlərdirsə, daha doğrusu çox yüksək riskli, yüksək və orta riskli pestisidlərdirsə, bunlar yalnız peşəkar istifadəçilər tərəfindən istifadə oluna bilər. Qeyri-peşəkar istifadəçilər isə yalnız həyətyanı sahələrdə, müxtəlif evlərdə, yaşayış yerlərində müxtəlif həşəratlarla mübarizə üçün istifadə olunan qeyri-peşəkar istifadəsi nəzərdə tutulan pestisidlərdən istifadə edə bilərlər. Bunu necə müəyyənləşdirəcək? Onun məhz qeydiyyatı zamanı o qeydiyyat məlumatlarında bildiriləcək ki, bu
peşəkar istifadə üçün nəzərdə tutulur, yoxsa qeyri-peşəkar istifadə. Və qanun bildirir ki, peşəkar istifadə üçün nəzərdə tutulan pestisidləri yalnız peşəkar istifadəçi kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış şəxslər istifadə edə bilərlər. Dolayısıyla sahibkarlıq subyektlərinin buna cavabdeh şəxslər olmalıdır və həmin şəxslər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşmadan keçdikdən sonra yalnız peşəkar istifadə üçün nəzərdə tutulan pestisidlərlə təmasda ola bilərlər. Bu təkcə bizdə olan bir praktika deyil. Bu Avropa İttifaqında, ABŞ-da, müxtəlif dünyanın ölkələrində məhz pestisidlər kimyəvi maddə olduğuna görə, hətta Türkiyədə məsələn həmin pestisidlər yalnız reseptlə satıla bilir. Dolayısıyla müxtəlif ölkələrdə müxtəlif tələblər mövcuddur. Ancaq bu sahədə məsuliyyətli istifadəyə nail olmaq üçün mütləq şəkildə bunun peşəkar istifadəçilər tərəfindən istifadəsinə nail olmalıyıq. Çox sağ olun. Və bilirim ki, yeni qanun layihəsində elə agentliyin Avsaqovas saytından sözü bölmədən tanış ola bilərlər. Təşəkkür edirəm, minnətdaram gəldiniz, studiyaya suallarımızı cavablandırdınız. Hörmətli tamaşaçılar, Realda Qida verilişində biz bugün yeni bitki sağlamlığı haqqında qanun layihəsindən danışırdıq. Qonağım Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi Elxan Mikailov idi. Bitkiçilik sahəsinin inkişafı ilə bağlı ən vacib addımlardan biri istehsal sahələrinin, eləcə də ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasıdır. Gəlin qeydiyyatın üstünlükləri ilə ətraflı şəkildə tanış olaq. Qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısının alınması məqsədi ilə azad toxum və tinklərdən istifadə təşviq edilir. Eyni zamanda dövlət tərəfindən həmin obyektlərdə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsi məqsədi ilə müşahidə və monitorinqlər aparılır. Həmçinin təsərrüfat sahiblərinə bitki mühafizə vasitələrindən və gübrələrdən təhlükəsiz istifadəyə dair təlimlər keçirilir. Unutmayın ki, qeydiyyat yalnız qanunla tələb olunan bir addım deyil. Bu, həm də təsərrüfatların davamlı inkişafı, daha sağlam qida istehsalı və güclü bazar əlaqələrinin qurulması üçün mühüm vasitədir. Yaz fəsli günlərində piknik əla fürsətdir, lakin sağlam qidalamaya düzgün diqqət yetirmək çox vacib şərtlərdən biridir. Qaydaları gəlin izləyək. Piknik zamanı düzgün qidalanmanın təmin edilməsi həm sağlamlığın qorunması, həm də qidanın keyfiyyətinin saxlanması baxımından böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər deyir ki, piknikdə ağır yeməklərdən çəkinmək məsləhətdir. Əvəzində tərəvəzlər, meyvələr, yoğurt, salatlar və ya sendviçlər kimi yüngül və sağlam qidalara üstünlük verilə bilər. Xüsusilə zeytun yağı ilə hazırlanmış salatlar, qoz fındıq və digər çərəzlər, həmçinin tam taxıllı çörək kimi məhsullar düzgün seçimdir. Həmçinin çiyələk, alma, gilas, qarpız kimi mövsümi meyvələrin istehlakı da faydalıdır. Piknik zamanı müxtəlif qəlyanaltılar və eləcə də şirniyyatların istehlakı tövsiyə olunmur. Həm yüksək kalori dəyər göstəricilərinə malik olduğu üçün və bunların daha sağlam alternativlərlə, məsələn, quru meyvələrlə və çərəzlərlə əvəz edilməsi məsləhətdir. Protein tərkibli qida məhsullarında bu zaman qida rasionuna daxil edilməsi vacib məsələlərdən biridir. Sendviçlərin və buterbrodların hazırlanması zamanı toyuq əti və ya ton balığının əti çox əla bir seçim ola bilər. İsti havada qidaların tez xarab olmaması üçün onların sərin yerdə saxlanması əsas şərtlərdəndir. Bu məqsədlə piknik üçün nəzərdə tutulmuş bəzi soyuducu növlərindən istifadə etmək olar. Xüsusilə əti, yumurtanı, süd məhsullarını və mayonezli salatları soyuducuda saxlamaq vacibdir. Piknik zamanı su, təbii meyvə şirələri içmək ən yaxşı seçim ola bilər. Qazlı şəkərli içkilərin içilməsi tövsiyə olunmur, çünki bu bədənin dehidratasiyası, yəni susuzlaşmasına gətirib çıxarır ki, bu da orqanizmin maya olan tələbatını daha da artırır. Son olaraq onu da qeyd edək ki, piknik sahəsində əllərinizi tez-tez yumaq və ya antiseptik silmə dəsmallarından istifadə etmək tövsiyə olunur. Yemək hazırlayarkən əşyaların təmiz olduğundan əmin olmaq lazımdır. Həmçinin bişmiş və çiğ qidaların bir-birinə qarışmaması üçün ayrı-ayrı konteynerlərdən istifadə etmək məsləhətdir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 16:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Verilişin təkrarı isə axşam saat 22:30-da efirdə olur. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.